Əziz dəyərli izləyicilər, bir daha salamlayırıq. Bu gün də özümüzə borc bildik. Başımızın tacı olan, haqqı boynumuzda olan Rəsul qardaşımızın ruhu qarşısında baş əyirik. Anası anamız olaraq bu gün onun ad günüdür. Heç xəbər də yox, məlumat da yox. Biz alçıya başımız qarışsa da belə bildiyimiz yerlərə və məlumatımız olan qəhrəman şəhid anası, şəhid atasının ad günlərinə gedib təbrik etməyi özümüzə borc bildik. Bu işdə bizə dəstək olan Allah canın sağ eləsin, adını çəkilməyini istəmir. Adını çəkməsəm də ancaq öz niyyətimdə tuturam. Allahdan o ailəyə xoşbəxtlik, uzun ömür, can sağlığı arzu eləyirəm. Övladlarından xeyir götürsün. Allah onun həmişə varın, dövlətin, imkanın yüksək etsin ki, bizdə həmişə dəstək olur. Var olsun deyirik. Hər zaman xəstəyə imkansız da dəstək olur. Bu günləri Rəsul qardaşımız vətən uğrunda canından keçdi. Təki vətən sağ olsun dedi. Özü torpaq altında da olsa torpaq üzərində. Bizlər gəzirik. Bizlərin borcudur ki, qəhrəman ocaqlarını ziyarət edək. Bu günləri şəhidimiz Rəsul Teymurov Yusifoğlu'nun ocağına yollandıq. İnşallah anası anamız olaraq qarşısında baş əyib və ocağında olacaq, anamızın əlindən öpüb ad gününü təbrik edəcək. Allah şəhidlərimizə rəhmət, qazilərimizə şəfa, veteranlarımıza can sağlığı etsin. Yolumuza davam edirik. Əziz dəyərli izləyicilər, bir daha nəzərinizə çatdırıram ki, şəhidimiz Rəsul Yusifoğlu'nun ocağına gəldik. Allah ruhunu şəd eləsin, ruhu qarşısında baş əyir. Üçrəkli bayrağımızın dalğalanması üçün təki vətən sağ olsun deyən qəhrəmanlarımızın ocağını ziyarət etmək. Hər Azərbaycanın borcu olduğu kimi mən də özümə borc bilirəm. Nə işim olsa da o işimdən istifadə edərək dərhal vaxtdan istifadə edib qəhrəmanımızın ocağını ziyarət edirəm. 6-cı ildir ki, başımızın tacı olan şəhid valideynlərin yanındayıq. Gedirik şəhidimizin ocağına. Orada zaman. Gələn orada Salam. biləm, orada Allah yaxşı onlardan da daş. Dəyərli izləyicilər, bir daha axşamınız xeyir olsun deyirəm. Bax, bu günləri qəhrəman şəhidimiz, vətən uğrunda canından keçən, təkcə vətən sağ olsun deyib, torpaq altında yatır, qəhrəman şəhidlərə borcluq. Bu gün rahat sərbəst azad gəziriksə, torpaq altında yatan qəhrəman şəhidlərimizin canı qanı bahasına bu azadlığı əldə etdik. Bu günləri o şəhidlərimizdən biri, antiterror şəhidi, özü nişanlı olmağına baxmayaraq, təki vətən sağ olsun deyib, vətəni seçən qəhrəman şəhidimiz Rəsul qardaşımızın ocağındayıq. Anası anamız olaraq özümüzə borc bildik ki, biz müəyyən səbəblərdən evdə olmuruq. Yəni, belə deyək ki, bizim də öz sezon alçal verində olduq. Ancaq bu vaxtdan istifadə etdik ki, qəhrəman anamızın yanında olaq. Yəni, övladının yerin verə bilməsək də ən azından əvəz edicisi olaq bir övladı kimi anamızın yanında olub. Və bizim yanımızda olub dəstək olan qardaşımızın Allah canını sağ eləsin ki, 6 ildir bizləndir. Qəhrəman şəhid ocaqlarına gedəndə hədiyyəsiz bizi yola salır, hədiyyəmizi verir və hədiyyə ilə bir daha qəhrəman şəhid ocağına gəlir. Anam, bugün sənin ad günündə heç bir şəhid anası, atası ad günü keçirtməsə də belə, biz özümüzə borc bilirik ki, sizlərin qəlbi sevinsin deyə bugün sizlərin yanında olan. Bugün sənin Allah ruhunu şad eləsin, qardaşımız olsaydı özü səni ziyarət edib təbrik edərdi. Ancaq bugün elə bir rəsul olaraq təki vətən sağ olsun deyən qəhrəman ocaqlarının yanında olmağı özümüzə borc veririk. Bu hədiyyəni biz verməyəcək, elə qardaşıdır olaraq anasını belə özü təbrik edəcək. Buyur. Biz də özümüzə borc veririk, sizlərin yanında olub. Qardaş, sən də Allah sənə var eləsin. İstərdik ki, elə anamızı sizin də təbrikinizi elə çəkiş vasitəsindən işləyək. Buyur. Mən öz adımla bugünkü ad günü münasibət ilə Səbinə bacımı təbrik edirəm. Allah ona can sağlığı versin, Allah ona ömür versin, qalan evlatlarına ona xeyir versin. Şəhidimizin Allah rəhmət eləsin, şəhid arasında. Həmişə qəlbimizdə əzizimizdir. Həmişə də yad edilir, xatırlayır. Bir daha sən münasibətlə təbrik edirəm. Sənə uzun ömür, can sağlığı.
Var olsun. Az gündür, ağlamalı bir şey yok. Əksinə Yox, sevindim. anam, sən bu gün gülün, belə üzün gülməlidir ki, sənin yəni hər zaman yaddasan. Nəinki biz, bax qardaş özü deməyin. Buyur qardaş, davam edə. Bir daha deyim, təbrik ederim. Sağ ol, var ol, yaxşı bizi qarşıladın, qardaşları qarşıladın. Bu sənin belə dediyin insanlıq, Allah sağ olun. Çox sağ ol. Siz gəlirsiniz, sağ olun. Təşəkkür edirəm. Qardaşımız da elə belə deyək, şəhidimizin dayısıdır, əmsidir. İstərdik ki, əmsindən də bir iki kəlmə buyursun. Dayısı dedim. Mən dayısı dedim, qardaş dedim, əmsindən də. Mən de deyirsən. Ha, yox, dayısı. Dayısından da buyur dayı. Ben de tebrikleri koşuyorum. Tebrik ediyorum. Seviyeler kesmişsin de bu az oldu. Orada da fəxr edirəm. Yani sizə də təşəkkür edirəm. Biz borc verərək gəldik. Təşəkkür üçün, sağ olsun yox. Bizi bura gətirən qəhrəman şəhidimizin ruhudur. Çünki bu gün ailəmiz, anamız, bacımız rahat evdə əyləşirsə, canlarından keçən şəhidlərə borcludur. O şəhidlərdir ki, zaman keçsə də, yəni hər bir insanın vəsvəsindən asılı olmayaraq qəhrəman analarımızın qarşısında baş əyməlidirlər, ziyarətində olmalıdırlar. Biz bu günləri boynumuza düşən borcu icra elədik. Həqiqətən bölgəsindən asılı olmayaraq hər bir bölgədə olduq, şəhid ocaqlarından da bu gün da imkanımız buna çatır ki, bizim bölgəmizdə qəhrəman şəhidlərin fərq eləmir. Birinci, ikinci, antiterror qisas hamısı Azərbaycan torpaqları uğrunda canından keçdi. Yusuf evdə olmasa belə biz Yusuf əmini də buradan salamlayırıq. Allah canını sağ eləsin ki, elə oğlun atasıdır. Yəni evdən, ailədən aldığı tərbiyə bugünkü gündə azadlığımız uğrunda canından keçir. Və bir daha ana, Allah səni var eləsin, Allah bu ailədən səni əksik etməsin. İnşallah sənin bir övladın da bizim Süheyli bayraq altında bizləri qoruyur. Sağ-salamat gəlsin, inşallah toyunda iştirak edək. Və bir daha bu gün bütün şəhid anaların əllərini öpüb qarşısında baş əyirik, şəhid ataların qarşısında baş əyirik. Bugün şəhidlərimizdən də bu həm bədəninin müəyyən hissəsini vətən uğrunda qurban verib, qolundan, qıçından, gözündən keçən qazilərimiz var. Allah onlara şəfa versin. Veteranlarımıza can sağlıq, Süheyli bayraq altında bizi qoruyan əskərindən zabitinə kimi bax, qardaşımız da onun içində olmaq şərtindən Allah qorusun deyirəm. Var olasan deyirəm, Allah cəm şəhidlərimizin də ruhunu şad eləsin. Həqiqətən sevindirici haldır ki, anam, bizdən qabaq da sənin qonaqların da olublar, səni tək qoymurlar. Bir daha gecəz, buyur. Nəsə deyirsənsə, buyur sən dedi. Sağ olun, teşekkür ederim. Hamınızda, yanımda olduğunuz için. Sağ olun, Allah razı olsun. Allah köməyiniz olsun. Təşəkkür, var olasın. Olduğumuz ünvan Biləsuvar rayonu Xırmandalı kəndində olduq. Şəhidimiz Rəsul Yusufoğlu'nun ocağındadır və özümüzə borc bildik ki, Rəsul olmasa belə Rəsulun yerin verməsəydi ancaq əvəz edicisi olaraq anamızı təbrik etdik. Gecəz xeyrə qalsın, Allah sizlərə.